Futbolumuzun qara cümə axşamına digər dırnaqarası töhfə verən klub Neftçi oldu. Ağqaralar bir həftə əvvəl Bakıdakı oyunda əsəbimizi korlamış, millətin ümidini yerə çırpıb tapdamışdı. Dinamo Minsklə cavab maçı Neftçinin baş məşqçi və oyuncularına öz günahlarını yumaq üçün verilən şans idi. Cavab oyunu da nə oyun? UEFA-nın sanksiyasına görə Dinamo Minsk də digər Belarus klubları kimi neytral meydanda oynayır. Rəqibə qarşı heç bir azarkeş təzyiqi yoxdur. Maç sanki Antalyanın otellərində təlim məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunudur. Hətta stadionun projektorlarını bir müddət tam yandırmamışlar. Meydan yarımqaranlıq görünürdü. Neftçi bax belə öz evindən, stadionundan didərgin düşmüş bir rəqiblə bacarmadı. Görünür Neftçi üçün dərslərdən nəticə çıxarmaq dövrü çox keçmişdə qalıb. Neftçi Azərbaycan futbolunun flaqmanı adını daşıyırdı. O adı illərlə özünə yaraşdırmadığı uğursuzluqlar, məğlubiyyətlərlə hörmətdən saldı. İndi sosial şəbəkələrdə hər yerindən duran flaqman sözü ilə məzələnir. Neftçini idarə edənlər üçünsə görünür bu vəziyyət narahatlıq doğurmur. Nə qədər ki neft var, sokar olacaq. Sokar da varsa neftçi yaşayacaq. Kim nə bacarır, qoparsın. Azərbaycanın ən zəngin büdcəyə malik iki klubundan biri olasan, alıb gətirdiyin xarici futbolçular Dinamo Minsk kimi Avropanın ortababdan da aşağı səviyyəli komandası ilə oyunda bir işə yaramasın. Topu iki əli ilə qamarlayan Sakonu bundan sonra futbol yox, vaterpol yarışlarında sınayarsınız. Cenk Sümer Efendi, sizin Türkiye'də böyle takım yönəldənə nə yaparlar? Hər halda Türkiye'də bu qədər uğursuzluqdan sonra mediaya çıxıb şöyle böyle danışıb postunda çox qala bilməzsən. Bura isə arıq eşşəyin yaylağıdır. Hər cür rəzalət, fiyasko olursa olsun, sənə gözün üstə qaşın var deyən olmayacaq. Sizin üçün Avropa macərası başlamamış bitdi. Gəlin Azərbaycan çempionatına. Yenə bütün mövsümü hakim səhvlərindən video roliklər hazırlayın, o kluba bir söz atın, başqasının bildirməsinə gözləyin ki, cədvəldə ilk üçlüyə düşəsiz, yekunda da belə. Bir yaxşı işiniz oldu ki, pulla rəqibi almışsınız. Yoxsa Azərbaycan futbolunda klub rəhbərləri olub ki, bu Dinamo Minski topdan alıb oyunun stadionunun da projektor pulunu verib rahatca çıxardı növbəti mərhələyə. Bir buna görə sağ olun ki, Neftçinin adını belə işlərdə hallandırmırsınız.